Gününüz nura boyansın. Çox hörmətli Aynesin B mediasının izləyiciləri. 2026-cı təqvim ilinin 3-cü bazar günündə əlbəttə yenə də Poeziya Saatı proqramında sizlərlənəm. Hər birinizi xoş gördük. Xoş demişkən, gərək xoş görmək üçün xoş sözlər eşidəsən. Xoş sözləri isə yalnız heç də həmişə müjdəçilər söyləmir. Elə şairlərin özlərinin də sözləri xoş sözlərdir. O mənada ki, əsl şair həqiqəti öz şeirlərində əks etdirməlidir ki, bu baxımdan əgər sözlər formaca acı, tənqidi olsa belə, məzmunca, mahiyyətcə onlar xoş olur. Çünki insanlara düzgün istiqamət göstərir. Və şair sözü həm də o zaman xoş olur ki, həmin sözün çəkisində, həmin sözün mənasında hikmət zərrələri olsun. Hikmətli sözlər söylənilsin. Elə bu dəfə, hörmətli izləyicilərim, sizlərə bax bu Aynesin B mediasının Poeziya Saatı proqramında müəllifi olduğum, yazdığım hikmətli şeirlərimdən nümunələr təqdim edəcəm. Və beləliklə mənim ilk təqdim edəcəyim şeir bu dəfə, yəni müəllifi olaraq, yazaraq təqdim edəcəyim şeir Məğrur Qocalar adlanır. Beləliklə dinləyin. Məğrur Qocalar. Qocalıq bir ömrün qışıdır qarlı. O çağda insanlar daha vüqarlı. Qaməti əyilmiş ağsaçlı baba, yaşın 100 olduğun almaz hesaba. Yenə əvvəlki tək yerimək istər. Ömrünə yağan qar ərimək istər. Üzü qırış-qırış qoca bir nənə bəzən rəqib sayar özünü sənə. Kömək etmək üçün tutsan qolundan, səni bir kənara çəkər yolundan. Evdir qocaya da özü dünyanın, yalnız gedər oradan verərkən canın. Bu halda de nəyə gərəkdir nəyə, qocanı köçürmək başqa güşəyə. Mərifət övladın yoxsa qabında, heç yetməz köməyi dərs kitabında. Əlbəttə, hörmətli izləyicilərim, qocalıq elə bir zaman nemətidir ki, belə deyək, bunu hər bir insan dadacaq. Çünki o, insan ömrünün mərhələlərindən biridir. Ancaq bəzən qoca sözü ilə yanaşı müdrik sözünü də işlədirlər. Əsl, necə deyərlər, yaş yetirmək, ömür sürmək isə həqiqi, şuurlu, belə necə deyərlər, ölçü ilə, biçi ilə yaşayan insana mütləq müdriklik qazandırır. Ancaq təəssüf doğuran hal odur ki, bunu Azərbaycanda çox müşahidə edirik biz. Bəzən insanlar qocalıq yaşına çatanda onların övladları nədənsə onlarla, yəni qocalarla bir yerdə yaşamaq istəmirlər. Qoca analarını, atalarını qocalar evinə göndərirlər. Təbii ki, bu heç də müsbət bir hal deyil, heç şübhəsiz mənfi, negativ bir təzahürdür. Beləliklə, mən bu şeirimdə, Məğrur Qocalar şeirimdə, yəni onların məğrurluqlarının cəhətlərini, həmin məğrurluğun əsas təzahürlərini sizlərə tanıtmağa, göstərməyə çalışdım. Əlbəttə, Poeziya Saatı proqramında görüşümüz davam edir.
Sizlərə təqdim eləyəcəyim növbəti şeir mənim tərəfimdən qoşma janrında yazılıb. Yəni bu şeiri mən qoşma janrında gerçəkləşdirmişəm, yazmışam. Öz poetik fikirlərimi məhz bu janrda təqdim eləməyə çalışmışam. Şeirimin adı isə belədir: Kütləsi. Yəni bu rədifdir. Yəni bu rədiflə başlayır qoşma və davam edir. Ona görə şeirin adı belədir. Kütləsi. Barın kütləsi də ağacı əyən, kaş başı əyməyə dərdin kütləsi. Ey döyüb döşünə mənəm söyləyən, sən tək yüngül olmaz mərdin kütləsi. Deyən doğru deyir, sözündə haqq var, gərək ağıl ola kəllədəki var. Əgər o yoxdursa, itər etibar, azalar nəzərdə fərdin kütləsi. İnsan tam olmasa kəsirə bənzər, yarımçıq halına dayanıb dözər. Bundan nə darıxar, nə də ki bezər, həll etməz müşkülün şərtin kütləsi. Sərrafam, meyardır, ölçüdür gözüm, İnan həqiqətdir mənim hər sözüm, hər şərhi şeirlə yazıram özüm. Doğruda çox olar şərtin kütləsi. Əlbəttə, sonuncu misramda, hörmətli izləyicilərim, ona işarə edirəm ki, mən sosial şəbəkələrdə ünsiyyətdə olarkən, yazılı ünsiyyətdən söhbət gedir. Həmişə müəyyən paylaşımlara şərhləri, eləcə də həmin paylaşımdakı şərhlərə cavab şərhlərini məhz şeirlə yazıram. Belə deyək də, yəni bədahətən yazıram. Oxuyuram şərhləri, şərhlərdən nəticə çıxardıb, öz növbəti şərhimi şeirlə yazıram, şeirlə bildirirəm. Elə düşünürəm ki, şairlik istedadı olan hər kəs belə etsə daha yaxşı olar. Çünki sənin qüdrətin varsa, gərək qüdrətini göstərəsən. Elə qüdrəti göstərmək demişkən, hörmətli izləyicilərim, sizlərlə bu dəfə ANSMB mediasının Poeziya Saatı proqramında hikmətli mətləblərə toxunmaq arzusundayam. İndi bu arzuya nə dərəcədə çatıram, nail oluram, bunu təbii ki, proqramın gedişatı göstərər. Və bu nöqteyi nəzərdən deməli, Köpəyə Alqış adlı müəllifi olduğum daha bir şeiri sizlərə təqdim eləmək istəyirəm. Beləliklə, Köpəyə Alqış. Bivəfa insandan üstündür köpək. Çünki xain deyil, o bir namərd tək. Sən ona verdiyin bir parça əti unutmaz ömründə, unutmaz qəti. Fəqət namərdlərin xisləti çirkin, göstərər özünü zahirdə miskin. Xeyrxah dar günə düşəndə ancaq yaman üzlü olar, olmaz utancaq. Sənə köpək kimi sadiq qalmaz o, dərdini, sərini yecə almaz o. Odur ki, var olsun, yaşasın köpək, namərdə dirsək ver, onasa ürək. Əlbəttə, doğrudan da həyat bizə diktə eləyir ki, vəfalı köpəyə ürək vermək, namərdə ürək verməkdən daha dəyərlidir, daha düzgündür. Namərdə isə həqiqətən də gərək dirsək göstərəsən. Siz sözə fikir verirsinizmi? Onun əvvəlində inkar önlüyü var. Namərd, yəni mərd olmayan kişi, şəxs, insan. Həqiqətən də arzum odur ki, hörmətli izləyicilərim, sizləri ulu yaradan Allah namərdlərdən, mərd məzarlardan
daim uzaq eləsin. Çünki mərdi məzardan, namərddən, alçaqdan nə qədər uzaq olarsansa, həyat bir o qədər xoş keçər. Elə həyatın xoş keçməsi üçün insana həmişə tövsiyə lazımdır. Ancaq necə deyərlər, belə dəyərli tövsiyə lazımdır. Sözsüz ki, xeyirxah tövsiyə lazımdır. Bu tövsiyəni çox zaman ağsaqqallardan alırlar. Əstəğfurullah, mən özümə ağsaqqal demirəm, heç deyə də bilmərəm, çünki yaşım da o həddə deyil. Ancaq bir söz adamı olaraq tövsiyə vermək qərarındayım. Təbii ki, şeirlə, yəni nəzmlə sizlərə, yəni düşündüyüm kimi öz düşüncəm daxilində, düşüncəmin miqyası daxilində təbii ki, tövsiyələr vermək istərdim, ancaq şair olaraq tövsiyələr. Elə ona görə də sizlərə təqdim edəcəyim, bax bu sonuncu şeirimin adı tövsiyələrdir. Beləliklə, tövsiyələr. Gəl olma piyada heç bir oyunda, çünki o fiqurdur elə qoyun da. Sözsüz, faciədir qurban seçilmək, alçalmaq, qısılmaq, sonda kiçilmək. Çalış, möhtəşəm ol, kainat qədər. Yaşadığın ömür getməsin hədər. Anında ulduz ol, anında günəş. Anında su çilə, anında atəş. Bəzən zəlzələ tək tərpət günləri, aç öz taleyindən nəhs düyünləri. Sərrafam, bir qədər düşünüb belə, qəlbimdən keçəni gətirdim dilə. Əlbəttə, belə düşünüb, necə deyərlər, qəlbimdən keçəni dilə gətirdim. Dil sözsüz ki, ürəyin tərcümanıdır. Məhz ürəkdən keçənləri o dilə gətirir. Mənim ürəyimdən isə nələr keçir? Əlbəttə, hörmətli izləyicilərim, sizlərin hər biri üçün xoş günlər arzulamaq keçir ürəyimdən. Elə ona görə də sizlərə xoş günlər, üzr istəyirəm, xoş dəqiqələr, xoş saatlar arzuluyuram. Arzularsa necə deyərlər, quş qanadlı olur və bu arzuların həyata keçməsi üçünsə heç şübhəsiz ulu Yaradanın lütfü, icazəsi, necə deyərlər, izni lazımdır. Odur ki, arzum budur ki, ulu Yaradanın yanında həmişə hörmətiniz olsun. Və ulu Yaradan sizlərin bütün arzularınızı həyata keçirsin. Təbii ki, elə arzular dedim quş qanadlıdır. Onların daha da qanadlı olması üçün siz nə etməlisiniz? Heç şübhəsiz Aynı SMV mediasını izləməlisiniz. Odur ki, Aynı SMV mediasını izləyin. Yenə sizlərlə görüşlərimiz olacaq. Hələlik isə bu qədər. Sağ olun, salamat qalın. Növbəti, necə deyərlər, proqramlarda görüşənədək.